Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Müğənni Aysun İsmailova efirdə rəqsi ilə diqqət mərkəzinə düşüb. Sənətçi verilişlərindən birində qonaq olarkən canlı yayımda coşqun şəkildə rəqs edib. Onun enerjili və cəlbedici hərəkətləri qısa müddətdə sosial şəbəkələrdə gündəm yaradıb. İzləyicilər Aysun İsmailovanın ifasını və rəqsini birmənalı qarşılamayıblar. Bəziləri onun pozitiv enerjisini və səmimiyyətini tərifləsə də, digərləri bu davranışı efir üçün həddindən artıq emosional adlandırıblar. Qeyd edək ki, Aysun İsmailova bir müddət öncə hazırda həbsxanada olan anası Rəqsanə İsmailovaya atmaca atan Mənzurə Musayevaya verdiyi cavabla gündəmə gəlmişdi. Beyləqan rayonunun 1-ci Şahsevən kəndində yerləşən Əbaza Hotel Spaya mehmanxanasının müdiri saxlanılıb. Sfera az xəbər verir ki, 1990-cı ildə Bakı şəhərində anadan olmuş Nicat Sadıqzadə oteli əxlaqsızlıq yuvası kimi istifadə etməkdə ittiham olunub. Onunla bərabər otelin qeydiyyatçısı 2000-ci il təvəllüdlü Turxan da saxlanılıb.